Salam əziz tələbələr, bu videoda sizlərlə bir yerdə kəmiyyət bildirən sözlərin, yəni quantifiers bölməsinin izahına baxacağıq. Gəlin başlayaq. Ümumiyyətcə uşaqlar, kəmiyyət bildirən sözlər, Azərbaycan dilindən də bilirik ki, kəmiyyət bildirən sözlər nədir? İsimdən əvvəl gələn və onun miqdarını bildirən sözlərə kəmiyyət bildirən sözlər deyilir. Məsələn, bir sıradır, bir neçədir, bir çoxdur, bir, iki, üç bu cür sözlər, miqdar bildirən sözlər kəmiyyət bildirən sözlərdir. Və kəmiyyət bildirən sözlərdən sonra mütləq isim işlənməlidir. İngilis dilində də eyni qaydada. Ümumiyyətcə uşaqlar, ingilis dilində kəmiyyət bildirən sözləri işləyərkən bilməli olduğunuz əsas məqam nədir? Bir, siz ayıra bilməlisiniz tək xəbər nədir, cəm xəbər nədir? Bir də siz ayıra bilməlisiniz sayıla bilən isim nədir, sayıla bilməyən isim nədir? Ümumiyyətcə yadda saxlayın ki, yoldaşlar, ingilis dilində tək isim deyilən bir şey yoxdur. Ya var sayıla bilən tək isim, ya da var sayıla bilməyən isim. Zaten hamımız bilirik ki, sayıla bilməyən isimlər hər zaman təkdə işlənir. Çoxluq bildirməsinə baxmayaraq belə, əgər qarşısına çoxluq bildirən, kəmiyyət bildirən söz gəlibsə, sayıla bilməyən isimimiz yenə təkdə sayılır. İndi baxaq. Ümumiyyətcə dedik ki, bilməli olduğunuz nədir? Tək xəbərin və cəm xəbərin nə olması. Buradan bu şəkildə bir dənə sxem çəkək. Buraya yazaq tək xəbər. Burada da yazaq cəm xəbər. Bilirik ki, burada iz olanda burada olacaq ar. Burada voz olanda burada olacaq vör. Burada həz olanda burada olacaq həv. Və bir də bilirik ki, indiki sadə zamanda o oynayır deyəndə feilimizin ardına s artırırıq. Plays. Burada da olur play. S şəkilçisi düşür. Baxın yoldaşlar, diqqət yetirsəz, tək xəbərlərin hamısının sonunda S şəkilçisi var. Bu şəkildə yadda saxlaya bilərsiniz. Bir də dedik ki, ingilis dilində tək isim, sayıla bilən tək isim və sayıla bilməyən isim anlayışı var. Ümumiyyətcə sayılan isimi sayılmayan isimdən ayıran əsas xüsusiyyətlər nədir? Bir, sayıla bilən isim cəmlənə bilir. Bir də sayıla bilən tək isimin qarşısında mütləq nə olmalıdır? Artiklı olmalıdır. Buradan yazıram e-book. Kitab. Kitab bilirik ki, sayıla bilən isimdir. Və sayıla bilən isim olduğuna görə, təkdə olduğuna görə e-artiklı yazdıq bura. Və bunu cəmləyəndə necə olacaq? Books olacaq. Yəni, ardına s şəkilçisini artıracağıq. Baxın, buradan diqqət yetirsək görürük ki, xəbərimiz, yəni feilimiz təkdə olanda ardında s şəkilçisi olur. Amma isimimiz tək cəmdə olanda ardında s şəkilçisi olur. Yəni bir-birinin əksidir. Bu şəkildə yadımızda saxlaya bilərik. İndi gəlin keçək qaydalarımıza. Ümumiyyətcə uşaqlar, burada punktlardan diqqət yetirsəz görəcəksiniz ki, bir dənə fərqli qayda olan birinci punktumuzdur. O da nədir? Ona indi baxaq. Birinci qaydamızda yazılıb. Sayıla bilən, tək isimlə işlənən kəmiyyət bildirən sözlər hansılardır? One, bir, each'dir, every'dir, hər bir, eyzə ikisindən biri, neyzə ikisindən heç biri. Əgər özündən sonra sayıla bilən tək isim gəlirsə, xəbərimiz olur təkdə. Əgər özündən sonra oflu birləşməsi gəlirsə, mütləq qarşısında olacaq z, müəyyənlik bildirən artiklımız, isimimiz cəmlənəcək, amma xəbərimiz tək olaraq qalacaq. Niyə? Məsələn, uşaqlar, belə bir misal çəkək. Sizcə mən deyərəm, tələbələrimdən biri, yoxsa tələbəmdən biri? Təbii ki, tələbələrimdən biri deyəcəm. Çünki tələbələrimdən biri deyəndə mən bildirirəm ki, mən seçim qarşısındayım. Yəni, müəyyən bir topluluq var və onlardan birini nəzərdə tutmuşam. Birini nəzərdə tutduğuma görə xəbərim olur təkdə, amma topluluq qarşısında, yəni seçim qarşısında olduğuma görə ismimiz olur cəmdə. İndi baxırıq example-lara. Example-da baxsaq, each hər birdir. Özündən sonra birbaşa isim gəldiyinə görə isimimiz olur təkdə, xəbərimiz olur təkdə. Amma each-dən sonra of gəlsə, özündən sonra mütləq işlədirik z artiklını və isimimiz cəmlənir. Dedik, niyə cəmlənir? Çünki müəyyən seçim qarşısındayıq. Amma onlardan birini nəzərdə tutduğumuza görə xəbərimiz tək olaraq qalacaq. Baxırıq eyzəyə. Eyzədən sonra gəlib bizim birbaşa sayıla bilən tək isimimiz, xəbərimiz də təkdə. Amma burada əgər eyzədən sonra of gəlsəydi necə olacaqdı? Eyzə ofsə decisions. Decision cəmlənəcəkdi. Amma xəbərimiz necə olacaqdı? Tək olaraq qalacaqdı. Sonra baxırıq vana.
Vandan sonra gəlib of. Ofdan sonra gəlib bizim təyin edici artiklımız z. Özündən sonra gəlib ismimiz cəm. Siz deyirsiniz ki, van bir deməkdir. Özündən sonra niyə children gəlib? Niyə? Çünki bu oflu birləşmədir. Uşaqlardan biri. Uşaqlardan biri nəzərdə tutduğuna görə xəbərimiz olur təkdə, amma ismimiz necə olur? Cəmdə olur. Niyə? Çünki biz müəyyən bir seçim qarşısındayıq və ondan birini nəzərdə tutduğumuza görə xəbərimiz necə olur? Təkdə olur. Bir də uşaqlar, bu hissədən yadda saxlamalı olduğunuz şey odur ki, İngilis dilində every of deyə bir şey yoxdur. Variantlarda sizi çaşdıracaqlar, every of yazacaqlar. Səhvdir, götürməyəcəksiniz. Every'dən sonra of yazmaq üçün mütləq qarşısında nə olmalıdır? One olmalıdır. Amma baxın, diqqət yetirin. Every one of yox. Yəni one every'yə birləşik olmayacaq. Every one of deyə bir şey yoxdur. Every one törəmə vəzlikdir və gələcəkdə keçəndə görəcəyik. Törəmə vəzliklər özündən sonra of şəkilçisi qəbul eləmir. Every ayrıca yazırıq one, özündən sonra da yazırıq of və qaydası eyni şəkildə buna da aiddir. Əgər every işlənibsə və özündən sonra birbaşa isim gəlirsə, ismimiz də tək, xəbərimiz də tək olacaq. Amma everyone özündən sonra of işlənirsə, gələcək bizim təyin edici artiklımız z, özündən sonra gələcək cəm isim, xəbərimiz də nə olacaq? Tək olaraq qalacaq. Çünki niyə? Seçim qarşısındayıq, amma seçimin içindən birini nəzərdə tuturuq. Ona görə xəbərimiz nə olacaq? Xəbərimiz tək olacaq. Xəbər təkdə. Bu hissə aydın olsa keçirik ikinci hissəyə. İkinci hissədə sayıla bilən, cəm isimdən işlənən kəmiyyət bildirən sözlər. Biz dedik ki, sayıla bilən ismi sayıla bilməyən isimdən ayıran xüsusiyyətlər nədir? Sayıla bilən isimimiz cəmlənə bilir, sayıla bilən isimimiz təkdə işləndikdə qarşısında artikl olur. Biz burada cəm isimlərdən danışacağıq. Cəm isimdən işlənən kəmiyyət bildirən sözlər hansılardır? Few'dur, az, a few'dur, kifayət qədər, both hər ikisi, several'dır, numerous'dur, many'dir, a great many'dir, a good many'dir, very many'dir. Hamısı çoxluq bildirir və çox deməkdir. Özündən sonra gəlir cəm isim, xəbərimiz də olur cəmdə. Biz bayaq da qeyd elədik ki, özündən sonra cəm isim gələndə oflu birləşməsində xəbərin tək olması yalnız burada işlətdiyimiz, bu gördüyünüz kəmiyyət bildirən sözlərə aiddir. Bundan sonra baxacağımız kəmiyyət bildirən sözlərdə özündən sonra cəm isim gəlirsə xəbərimiz olacaq cəm, özündən sonra tək isim gəlirsə xəbərimiz olacaq tək. İndi baxaq example-lara. Baxırıq burada. Many bizim kəmiyyət bildirən sözümüz, turist bizim cəm isimimiz, baxın xəbərimiz də necədir? Cəm olaraq qalıb. Azərbaycana hər il çoxlu sayda turistlər gəlirlər. İkincidə baxırıq. Many bizim kəmiyyət bildirən sözümüz, özündən sonra oflu birləşmə gəlib. Dedik ki, of gələndə mütləq qarşısında nə olmalıdır? Z təyin edici artiklı olmalıdır. People bilirik ki, topluluq bildirən isimdir, insanlardır və cəmdə olduğuna görə xəbərimiz də nə olur? Cəmdə olur. Sonra baxırıq both. Both dedik ki, hər ikisidir. Özündən sonra gəlib of, qabağında mütləq bizim təyin edici artiklımız z, cars bizim cəm isimimiz, are bizim cəm xəbərimiz. Və uşaqlar, yadınızda saxlayın ki, eyzədir, neyzədir, bir də bothdur. Bunlardan sonra of gəlibsə, deməli biz iki seçim qarşısındayıq. Eyzə of, neyzə of və both of deyirsə, iki dənə əşyadan və yaxud da iki dənə canlı isimdən bəhs olunur. Baxın, buradakı example-larda nə deməkdir? Both of the cars are very expensive. Nə deyir? Maşınların hər ikisi çox bahadır. Neyzə of deyəndə ikisindən heç biri deyir. Eyzə of deyəndə ikisindən birini nəzərdə tutur. Sonra burada baxırıq. Several bizim kəmiyyət bildirən sözümüz. Dedik ki, severaldan sonra cəm isim gəlir. Gəldi kəmiyyət bildirən sözümüz several. Özündən sonra gəlir cəm isimimiz animals. Xəbər də necə olur? Cəmdə. Have attacked the village recently. Məncə bu hissədə çətin bir şey yoxdur. Hər kəsə aydın olsa, keçək üçüncü hissəyə. Üçüncü hissədə sayıla bilməyən isimlə işlənən kəmiyyət bildirən sözlər. Biz dedik ki, sayılan ismi sayılmayan isimdən ayıran əsas xüsusiyyət odur ki, sayılmayan ismi biz cəmləyə bilmərik. Və sayılmayan ismi də cəmləyə bilmədiyimizə görə özündən sonra gəlir tək isim və xəbərimizdə tək olaraq qalır.
İndi baxaq, sayılmayan isimlə işlənən kəmiyyət bildirən sözlər. Much çoxdur, little azdır, a little kifayət qədər, a large amount of və a great deal of ikisi də çoxluq bildirir, a small amount of isə az miqdarda. Özündən sonra gəlir sayıla bilməyən isim, xəbərimiz də olur təkdə. Baxaq, much bizim kəmiyyət bildirən sözümüz, money bilirik ki sayıla bilməyən isimdir və sayıla bilməyən isim olduğuna görə də xəbərimiz nə olacaq təkdə. Ümumiyyətcə uşaqlar ingilis dilində sayıla bilməyən isim deyəndə ümumilik bildirən isimlər o nə deməkdir? Məsələn, moneydir, puldur, furniture, mebeldir, counterfeit, şirniyyatdır, newsdur, xəbərlərdir. Bu cür isimlər sayıla bilmir. Həmçinin idman adlarıdır, oyun adlarıdır. Bu cür isimlər sayılmır. Həmçinin qaz adlarıdır, metal adlarıdır. Bu isimlər də sayıla bilməyən isimlərdir. Siyahısını atacağım, orada daha yaxşı görəcəksiniz. Baxırıq, much money, çoxlu miqdarda pul, is used for the charity nədir? Xeyriyyə üçün xərcləndi, istifadə olundu. Sonra burada baxırıq, muchdan sonra of gəlib. Dedik ki, of gələndə mütləq qarşısına təyin edici z artikli olacaq. Money bizim sayıla bilməyən isimimiz. Sayıla bilməyən isim olduğuna görə xəbərdə nə olacaq? Təkdə olacaq. Information, information sayıla bilməyən isimdir. Özündən əvvəl gəlib little, bizim kəmiyyət bildirən sözümüz az və xəbərimiz də nədir? Təkdə olaraq qalacaq. Sonra a large amount of. A large amount of bizim kəmiyyət bildirən sözümüz. Garbage də nədir? Zibil. Zibil sayıla bilməyən isimdir və buna görə də xəbərimiz necə olacaq? Təkdə olacaq. A large amount of garbage has been burned since yesterday. Dünəndən bəri çoxlu miqdarda zibil yandırılıb. İndi baxırıq. Həm cəm, həm də sayıla bilməyən isimlə işlənən kəmiyyət bildirən sözlər. Bura aiddir some, more daha çox, most lap çox, all bütün, enough kifayət qədər, a lot of'dur, lots of'dur, plenty of'dur, çoxluq bildirir, azə başqa, almost all da demək olar ki hamısı. Əgər bu gördüyünüz sözlərdən sonra cəm isim gəlibsə, xəbərimiz cəm olacaq. Əgər özündən sonra sayıla bilməyən isim gəlibsə, zaten sayıla bilmirsə xəbərimiz nə olacaq? Tək olaraq qalacaq. İndi baxırıq. Bir də uşaqlar, burada bir dənə qeyd var ki, ingilis dilində a plenty of deyə birləşmə yoxdur. Mütləq plenty of olmalıdır, yəni e-siz. Variantlarda sizi e yazdırıb çaşdıracaqlar, amma ingilis dilində a plenty of yox, plenty of birləşməsi var. İndi baxırıq. Enough kifayət qədər. Dedik ki, enough nə ilə işlənir? Həm sayıla bilən cəmlə, həm də sayıla bilməyənlə. Books bizim cəm isimimiz. Wet də nədir? Buğda. Buğda da sayıla bilməyən isimimiz. Həm işlənir sayıla bilən cəm isimlə, həm işlənir sayıla bilməyən isimlə. Əgər sayıla bilməyən cəm isimlə işlənirsə, dedik xəbər olacaq cəmdə. Sayıla bilməyən tək isimlə işlənirsə, xəbərimiz olacaq təkdə. İndi baxırıq. Some bizim kəmiyyət bildirən sözümüz. Özündən sonra gəlib isim, decisions, qərarlar. Send də qumdur. Qum da sayıla bilməyən isimdir. Gördünüz, hər ikisindən işləndi. Problem yoxdur. Sonra baxırıq plenty of. Plenty of'dan sonra gəlib schools, bizim cəm isimimiz. Will də nədir? Dana əti. Dana əti də sayıla bilməyən isimdir. Gördünüz, hər ikisindən də işlənə bilir. Schools bizim sayıla bilən cəm isimimiz. Will də dana əti sayıla bilməyən isimimiz. Dedik ki, sayıla bilən cəm gəlsə xəbər olacaq cəmdə, sayıla bilməyən gəlsə xəbər olacaq təkdə. İndi gəlin baxaq a few ilə a little-ın fərqinə. Bayaq dedik ki, a few nə ilə işlənir? Sayıla bilən cəm isimlə, a few ikisi də sayıla bilən cəmlə işlənir. Özündən sonra gəlir cəm isim, xəbərimiz də cəmdə. A little ilə little da dedik nə ilə işlənir? Sayıla bilməyən isimdən xəbərimiz də olur təkdə. Bir də ki, uşaqlar, burada nəyə baxırıq? Only, just və quite sözlərinə. Only'dir, just'dır, quite'dır. Özündən sonra little'ın da, few'nun da eyli halları gəlir. E artikli olanlar gəlir. A little, a few. Variantlarda sizi çaşdıracaqlar. Bu e-siz yazacaqlar. E-siz yazsalar səhvdir. O nə deməkdir? Only a few ilə just a few ikisi də azlıq bildirir. Few'ya bərabərdir. Quite a few çoxluq bildirir. Many'yə bərabərdir. Yəni buradan bilməli olduğunuz əsas odur. Və burada da qeyd olunub. Only few'dur, just few'dur, quite few'dur. Əgər e-siz gördünüzsə səhvdir. Eyni şəkildə də a little. A little-dan sonra gəlir sayıla bilməyən isim.
Little azdır, a little kifayət qədərdir. Only little ilə just a little eyni qaydada azlıq bildirir, little-a bərabərdir. Quite a little olduqca çox, çoxluq bildirir, much-a bərabərdir. Eyni şəkildə only little, just little, quite little variantlarda görsəz səhvdir. İndi baxırıq more-a. Uşaqlar, more həm sifət kimi işlənir, həm də kəmiyyət bildirən isim kimi, kəmiyyət bildirən söz kimi işlənir. Bəs biz hardan biləcəyik? More sifətdir, yoxsa kəmiyyət bildirən sözdür? Bunu qısa şəkildə belə yazmaq olar. Əgər kəmiyyət bildirən söz özündən sonra more gəlibsə və özündən sonra da isim gəlibsə, bu hansı more olacaq? Bu sifət more'dur. Amma əgər more'dan sonra birbaşa isim gəlibsə, bu hansı more olacaq? Bu kəmiyyət bildirən söz olacaq. Niyə? Məsələn, burada baxırıq. One more question deyirik. One more question. Burada one nədir? Burada one kəmiyyət bildirən sözdür. More hansı more olacaq? Burada sifət more olacaq. Niyə? Çünki one bizim kəmiyyət bildirən sözümüzdür. Kəmiyyət bildirən sözdən sonra gəlib more, özündən sonra da gəlib question, isim. Amma biz more'dan sonra birbaşa yazsaq ki questions və biz də dedik ki more həm sayıla bilən cəmlə, həm də sayıla bilməyən isimlə işlənir. More'dan sonra birbaşa isim yazdıqsa, bu hansı more'dur? Bu kəmiyyət bildirən sözdür. Amma kəmiyyət bildirən sözlə ismin arasında yazdıqsa, bu hansı more'dur? Bu sifət more'dur. Niyə? Məsələn, mən deyirəm ki, sənə bir dənə daha sualım var. Bir dənə daha sualım var desəm, ya da bir dənə sualım var desəm, fərq var, yoxdur. Nəticədə mən sənə neçə dənə sual verəcəm? Bir dənə sual verəcəm. Amma mən desəm ki, sənə daha çox suallarım var. Daha çox suallarım var deyəndə mən sualın çoxluğunu, yəni kəmiyyətini bildirirəm. Burada kəmiyyətin bildirdiyinə görə və özündən sonra da birbaşa isim gəldiyinə görə bu more olacaq, kəmiyyət bildirən more. Amma əgər kəmiyyət bildirən sözlə ismin arasında işlənsə, olacaq sifət more. İndi burada baxırıq. Baxın, one question. One nədir? Kəmiyyət bildirən sözdür. One kəmiyyət bildirən söz, question da isim. Arasında işlənib more. Bu hansı more'dur dedik? Bu sifət more'dur. Və yaxud da two more question. Two bizim kəmiyyət bildirən sözümüz, questions da bizim ismimiz. Kəmiyyət bildirən sözlə ismin arasında işləndisə, bu more hansı more'dur dedik? Sifət more'dur. Eyni şəkildə sayıla bilməyən isimlərə də aiddir. Some water deyəndə deyirik biraz su, some more water deyəndə biraz daha su. Fərq var, nəticədə biraz sudan söhbət gedir də, düzdür? Yəni eyni yerə çıxır. Deməli fərqi nə oldu uşaqlar? Əgər kəmiyyət bildirən sözlə ismin arasında more işlənibsə, bu olacaq sifət more. Amma əgər more'dan sonra birbaşa ya sayıla bilən cəm və yaxud da sayıla bilməyən isim gəlibsə, bu olacaq hansı more? Kəmiyyət bildirən söz more. Aydın olsa keçək soyla saçın fərqinə. Baxaq soyla saçın fərqinə. Ümumiyyətcə uşaqlar, soyla saç bir-birinin əksidir. Niyə? Biz sodan sonra birbaşa sifət işlədə bilərik, amma sodan sonra birbaşa isim yaza bilmərik. Məsələn, variantda görsəz ki, so, boy, səhvdir. Lap sodan sonra görsəz ki, sifət yazıb, so, clever boy, yenə səhvdir. Niyə? Nəticədə mən bu clever-ı nəyə aid edirəm? İsmə aid edirəm. Clever boy da nədir? Ağıllı oğlan. Azərbaycan dilindən də bilir ki, ağıllı olan necə birləşmədir? İsmi birləşmədir. Yəni siz sodan sonra nə birbaşa isim yaza bilməzsiniz. Sodan sonra siz birbaşa ismi birləşmədə yaza bilməzsiniz. Əgər sodan sonra zərf yazsaz, sonra sifət yazsaz, okeydir. Olar. Baxın, quite zərfdir, good da sifətdir. Gəlib zərf sonra da sifət. Bu düzdür. Amma siz so, quite, good'un ardınca bir dənə isim yazsaz, daha doğrusu, bura bir dənə isim yazsaz, səhvdir, olmaz. So, quite, good'dan dalıca isim yazmaq olmaz. Niyə? Nəticədə bu isim, daha doğrusu zərflə sifət nəyə aiddir? Boya aiddir də, düzdür. Ona görə ardınca isim yazmaq olmaz. Yəni, ümumi şəkildə desək, sodan sonra nə birbaşa isim gəlməz, nə də sodan sonra birbaşa ismi birləşmə gəlməz. Amma siz deyirsiniz ki, mən sodan sonra isim yazmaq istəyirəm. 4 dənə birləşməmiz var ki, 4 dənə kəmiyyət bildirən sözümüz var ki,
Onları yazdıktan sonra biz so'dan sonra isim yaza bilərik. Onlar hansılardır? So'dan sonra few, many, little ve much. Bunlar gəlsə, siz so'dan sonra isim yaza bilərsiniz. Biz də dedik ki, many ilə few necə isimlə işlənir? Sayıla bilən cəmlə, little ilə much necə isimlə işlənir? Sayıla bilməyən isimlə. Yəni siz so'dan sonra few və many yazmısınızsa, özündən sonra mütləq gəlməlidir sayıla bilən cəm isim. So'dan sonra little ilə much yazmışsınızsa, özündən sonra mütləq gəlməlidir sayıla bilməyən isim. Bu eyni şəkildə to'ya da aiddir. Siz to'dan sonra da birbaşa isim yaza bilməzsiniz. Bunu veriyə da aid edirik. Veridir, to'dur, so'dur. Özündən sonra bu 4 dənə kəmiyyət bildirən söz gəlirsə, isim yaza bilərik. Amma siz veridən, to'dan və so'dan sonra birbaşa isim yazsa səhvdir. Və indi baxaq, so ilə saçın fərqi nədir? Bayaq başlayanda da dedik, so ilə saç bir-birinin əksidir. Yəni biz dedik ki, bayaq, so'dan sonra siz birbaşa isim yaza bilməzsiniz, saçdan sonra da birbaşa sifət yaza bilməzsiniz. Yəni sizi variantlarda çaşdıracaqlar. Saç good, saç clever, saç pretty yazacaqlar, səhvdir. Lap siz saçdan sonra götürüb zərf yazsaz, sonra sifət yazsaz, yenə səhvdir. Saçdan sonra mütləq nə gəlməlidir? İsim gəlməlidir. Və bayaq başlayanda dedik, sayıla bilən ismi fərqləndirən xüsusiyyət nə idi? Mütləq qarşısında nə olmalıdır? Artikel olmalıdır. Baxın, burada baxsaz, boy nədir? Sayıla bilən isimdir. Saçdan sonra boy gəldi. Mütləq qarşısında nəyi var? Artikeli var. Variantda saç boy yazsalar səhvdir. Əgər cəmləmsə okey, artikeli düşəcək. Amma siz saçdan sonra sayıla bilən tək isim yazmısınızsa, mütləq qarşısında artikeli olmalıdır. Və bayaq dedik ki, saçdan sonra sifət gəlməz. Sifət ancaq hansı halda gələ bilər? Həmin sifət nəyə aiddirsə, özündən sonra gələn isimə aiddirsə. Bu isim burada olmasaydı, boyusu olmasaydı, saç clever olsaydı səhv idi. Amma nəticədə bu clever nəyə aiddir? Boyusu aiddir. Ona görə düzdür. Saçdan sonra lap zərf yazsa, sonra sifət, sonra isim yazsaz, okeydir, problem yoxdur. Baxın, saç elə belə mənasına işlənən sözümüz, badly bizim zərfimiz, printed çap olunmuş sifətimiz, özündən sonra axırda nə var amma isim var. Ona görə problem yoxdur. Yəni uşaqlar, ümumiləşdirilmiş şəkildə desək, saçdan sonra sifət və yaxud da zərf istəyirsiniz 1000 dənəsini düzün, amma nəticədə o sifətlər, zərflər ən axırdakı ismə aiddirsə düzdür. Amma siz ən axırda isim görmürsünüzsə, deməli həmin birləşmə səhvdir. Çünki saçdan sonra nə sifət, nə də saçdan sonra zərf sifət gəlməz. Və bir də uşaqlar, saçdan sonra gələn yeganə kəmiyyət bildirən sözümüz elotofdur. Saçdan sonra elotof gəlsə problem yoxdur. Bayaq da dedik ki, elotof hansı isimlərə aiddir? Həm sayıla bilən cəm, həm də sayıla bilməyən isimlərə aiddir. Amma siz saçdan sonra başqa heç bir kəmiyyət bildirən sözü yaza bilməzsiniz. Variantlarda görəcəksiniz saç mini, saç much, saç little, saç a little. Bu cür birləşmələr səhvdir. Saçdan sonra yeganə kəmiyyət bildirən sözümüz elotofdur. Və so'dan sonra da dedik ki, ancaq hansı kəmiyyət bildirən sözlər gələr? Much, little, few, many. Yəni e'siz olanları. So'dan sonra siz görsəz ki, a few yazıblar, a little yazıblar, a lot of yazıblar, səhvdir. So'dan sonra mütləq e'siz olanlar. Much, little, few və many gələr. Məncə bu hissədə hamımıza aydın oldu. Keçək digər hissəyə. Bilirik ki, uşaqlar, ingilis dilində little'ı biz bayaqdan nə kimi işlədirik? Kəmiyyət bildirən söz kimi. Dedik ki, kəmiyyət bildirən söz kimi little nədir? Azdır, miqdar bildirir. Və hansı isimlərlə işlənir? Kəmiyyət bildirən söz kimi little'dan sonra nə gəlirdi? Sayıla bilməyən isim gəlirdi. Bəs biz variantlarda hardan biləcəyik ki, little kəmiyyət bildirən sözdür? Yoxsa balaca kiçik mənasında işlənən sifətdir? İndi baxırıq. Əgər uşaqlar siz so'dan sonra so little gördünüzsə, bu şəkildə təklikdə yazıbsa düzdür. So little okeydir. Çünki biz dedik ki, so'dan sonra birbaşa sifət gələr. Yəni so'dan sonra birbaşa little gəlibsə, bu little sifət little'dır. Amma so little yazıb ardınca isim yazmaq istəyiriksə, o hansı isim olmalıdır? Sayıla bilməyən tək isim. Yəni sayıla bilməyən isim.
So'dan sonra little yazdıqsa mütləq burada nə olmalıdır? Sayıla bilməyən. So little water. Düzdür. Amma so'dan sonra little yazıb dalıca ya sayıla bilən isim və yaxud da sayıla bilən cəm isim yazsaz səhv birləşmədir. Niyə? Biz dedik ki, so'dan sonra little gəlib, sonra isim gəlibsə, həmin isim mütləq nə olmalıdır? Sayıla bilməyən olmalıdır. Əgər saçdan sonra little gəlibsə, biz dedik ki, saç özündən sonra mütləq ya isim ya da ismi birləşmə qəbul eləyir. Deməli, saçdan sonra little gəlibsə, bu hansı little'dır? Sifət little'dır və özündən sonra gələn ismi təyin eləyir. Saç little houses. Amma hansı ismi? Little gəlibsə, siz gəlibsə, cəm ismi. Saçdan sonra little gəlibsə, özündən sonra nə gəlməlidir? Sayıla bilən tək isim. Niyə? Burada gördüyümüz bu artiklı sizcə nəyin artiklıdır? Təyin elədiyi sayıla bilən tək ismin artiklıdır. Yəni bu little bizim bildiyimiz kifayət qədər mənasında işlənən little deyil. Saçdan sonra little gəlibsə, mütləq özündən sonra gəlməlidir sayıla bilən tək isim və də həmin o işləndiyi ismin esidir. Saçdan sonra little gəlibsə, özündən sonra mütləq gəlməlidir sayıla bilən cəm isim. Saçdan sonra little yazıb, özündən sonra sayıla bilməyən isim yazsaz səhvdir. Çünki biz dedik ki, little ancaq kəmiyyət bildirən söz kimi sayıla bilməyən isimə aiddir. Onu da ancaq nə ilə işlədə bilərik? So ilə işlədə bilərik. Amma saçdan sonra little gəlibsə, mütləq nə ilə işlənməlidir? Sayıla bilən cəm isimlə. Ümumiləşdirilmiş şəkildə desək, so little birləşməsi gəlibsə, özündən sonra isim qəbul eləsə olacaq sayıla bilməyən isim. Saçdan sonra little gəlibsə, özündən sonra mütləq olacaq cəm isim. Saçdan sonra little gəlibsə, özündən sonra gələcək mütləq sayıla bilən tək isim. Bu də dedik nəyin esidir? İşləndiyi sayıla bilən tək isimin artiklıdır. Aydın olsa, keçək elsə. Ümumiyyətcə uşaqlar, Azərbaycan dilindən də bilirik ki, ədatlar köməkçi nitq hissələridir və cümlənin məzmununda, mənasında heç bir dəyişiklik yaratmır. Eyni şəkildə də ingilis dilində. Burada yadda saxlamalı olduğunuz tək məqam odur ki, else ancaq işlənir sual sözləri ilə, else ancaq işlənir bağlayıcı əvəzliklərlə və else ancaq işlənir törəmə əvəzliklərlə. Sual sözləri hansılardır? Who'dur, whom'dur, what'dur və yədir. Törəmə əvəzliklər də deyəndə nələri nəzərdə tuturuq? Some'ın, any'nin, no'nun və every'nin törəmələri. Törəmələri də deyəndə nəyi nəzərdə tuturuq? Someone'dır, somewhere'dir, anyone, anywhere, nowhere, everything, everybody. Bunları nəzərdə tuturuq. Və else bunların törəməsindən sonra işlənir. Və həmçinin də burada gördüyünüz sual sözlərindən sonra işlənir. Bilməli olduğunuz tək şey budur. Misallara baxsaq, görərik ki, else cümlənin mənasında dəyişiklik yaratmır. Baxın burada, deyir ki, what else do you know about us? Bizim haqqımızda başqa nə bilirsən? Başqa nə bilirsən? Və yaxud da burada bu else'i götürsək, desək ki, what do you know about us? Bizim haqqımızda nə bilirsən? Cümlənin məzmununda nəsə dəyişiklik yaratdı, sadəcə qüvvətləndirdi. Sonra baxırıq bura. Where else can I find this book? Bu kitabı başqa harda tapa bilərəm? Harda tapa bilərəm, başqa harda tapa bilərəm. Nəticədə sizdən kitabın yerini soruşur da, düzdür? Heç bir dəyişiklik olmayıb ki mənada? Yox. Sonra baxırıq bura. She didn't tell me who else was coming to the party. Uşaqlar, buradakı who bağlayıcı əvəzlik who'dur. Və bundan danışmaq üçün burada deyək ki, bağlayıcı əvəzlik nədir? Baş cümlə ilə budaq cümlənin arasında işlənir və onları bir-birinə bağlayır. Və bağlayıcı əvəzliyi tapmağın da ən asan yolu nədir? Bu tərəfi görməzdən gəlirik, baş cümləni. Bu ikinci tərəfimizə sual veririk. Was coming to the party. Partiyə gəlirdi. Partiyə gəlmək ancaq kimə məxsusdur? Zaten cavabını dedik. Kimə? Yəni insana məxsusdur. Deyir was coming to the party. Partiyə gəlirdi. Kim? Gətiririk bağlayıcı əvəzliyimiz. Kimi qoyuruq ortaya? Olur bizim bağlayıcı əvəzliyimiz. Bunu sadəcə məlumat olsun deyə dedim. Baxın, burada who bağlayıcı əvəzlikdir. Özündən sonra da gəlib else. Problem yoxdur. Deyir ki, o mənə demədi ki, partiyə başqa kim gəlirdi? Başqa kim gəlirdi? Kim gəlirdi? Məzmunda yaxud da mənada dəyişiklik eləyib? Xeyr, nəticədə kimi soruşur. Sonra bura baxırıq. I will tell you nothing else.
Nothing bizim törəmə vəzliyimiz, else ədatımız. Törəmə vəzlikdən sonra işləndir. Deyir, mən sənə başqa heç nə deməyəcəm. Mən sənə heç nə deməyəcəm, ya da ki, mən sənə başqa heç nə deməyəcəm. Məzmunda yaxud mənada dəyişdiyi olur, olmur. Sadəcə qüvvətləndirmə niyyətli işlənir. Else'dən sadəcə bilməli olduğunuz odur ki, else törəmə vəzliklərindən, sual əvəzliklərindən və bağlayıcı əvəzliklərindən sonra işlənir. Başqa heç nə. Sonra baxırıq enambrofla zenambrofun fərqinə. Enambrof özündən sonra cəm isim qəbul edir, xəbəri də olur cəmdə. Baxırıq bura. Enambrof bizim kəmiyyət bildirən sözümüz. Özündən sonra gəlib cottages bizim cəm isimimiz, xəbəri də cəmdə. Zenambrov özündən sonra gəlir cəm isim, pupil, topluluq bildirir, amma xəbərimiz necə olur? Təkdə olur. Xəbərin təkdə olmağını necə yadda saxlaya bilərsiniz, yoldaşlar? Baxın, Zenambrov T ilə başlayır T. Xəbərimiz də təkdədir, bu da T ilə başlayır. Bu şəkildə yadınızda saxlaya bilərsiniz. Enambrovdan sonra gələcək cəm isim, xəbəri cəmdə. Zenambrovdan sonra gələcək cəm isim, xəbəri təkdə. Bu şəkildə yadda saxlayırıq. Və sonda ümumiləşdirək qaydanı. Dedik ki, so'dan, to'dan və veridən sonra eyli birləşmələr gəlməz. So'dan, to'dan və veridən sonra isim yazmaq üçün mütləq qarşısına hansı kəmiyyət bildirən söz olmalı dedik? Few, many, much və little. Saçdan sonra da dedik ki, much, many, few, a few heç biri işlənmir. Saçdan sonra gələn dedik, yeganə kəmiyyət bildirən söz hansıdır? A lot of. Başqa heç bir kəmiyyət bildirən söz işlənməz. Və bayaq da qeyd elədik, only'dən sonra ancaq hansı birləşmələr gəlir? Only a few və yaxud da nə? Only a little. Only'dən sonra siz variantlarda görsəz only a lot of, only few, only most, only more səhvdir. Bir də qeydə baxırıq. A lotdan, else'dən, azəsdən və azəsdən sonra isim gəlməz. Else'i zaten bayaq dedik, else'dən sonra isim işlənməz, else ədatdır. A lot da nədir uşaqlar? Məsələn, mən deyirəm ki, how many books do you have? Nə deməkdir? Sənin neçə dənə kitabın var? Sual verir. Qısa konkret deyir ki, a lot. Çox. Yəni, a lot qısa konkret cavab vermək üçün işlənən bir sözdür. Variantda görsəz ki, a lot books səhvdir. A lotdan sonra books işlətmək üçün mütləq qarşısına burada nə olmalıydı? Of olmalıydı. A lot of books. Azəsdən azəs hər ikisi də başqalarıdır. Pronoun bölməsini keçəndə vəzliklərdə görəcəyik. Azəsdə və azəsdən sonra isim gəlməz. Hələlik bunu yadda saxlasaz bəsdir. Bir də burada bilməli olduğumuz ənazədir ki, ənazədən sonra bilirik ki, nə gəlir? Sayıla bilən tək isim. Bunu da necə yadda saxlayırıq? Baxın, buradakı ən artiklından. Biz də dedik ki, e və ən artiklı ancaq nə ilə işlənir? Sayıla bilən tək isimlə. Yəni, bu şəkildə olacaq. Another book. Another books oldu. Və yaxud da another'dan sonra sayıla bilməyən water gəldisə, səhvdir. Yəni, another water olmaz. Mütləq özündən sonra nə gəlməlidir? Sayıla bilən tək isim gəlməlidir. Quantifiers'dan uşaqlar qaydamız bu qədərdir. Gəlin bir neçədən də testə baxaq ki, daha da möhkəmlənsin. Deməli, məsələn, burada, məsələn, 49-a baxaq. 49-da samdan sonra gəlib kilos. Düzdür, biz dedik ki, sam nə ilə işlənir? Həm sayıla bilən cəmlə, həm də sayıla bilməyən isimlə. Sayıla bilməyən isimlə də işlənir, cəmlə də işlənir. Kilosda cəmlədə problem yoxdur. Saçdan sonra dedik ki, gələ bilən yeganə kəmiyyət bildirən söz nədir? A lot of. Such a lot of problems. Problem də sayıla bilir. Heç bir problem yoxdur. 2 də düzdür. 3 niyə səhvdir dedik uşaqlar? F-dan sonra mütləq nə gəlməlidir? Sayıla bilən cəm isim. Burada da pis təkdə işləndiyinə görə səhvdir. 4-də də cup of coffee. Biz bayaq dedik ki, tək isim işləndikdə mütləq qarşısında nə olmalıdır? E artikli olmalıdır. Ona görə 4 səhvdir. Düzgün cavabımız olacaq 1 və 2. Birinə də baxaq. Baxaq soyunan saça. It was cold nədir? Soyuq. Soyuq özündən əvvəl ancaq nə qəbul eləyər? Biz dedik ki, nədən sonra birbaşa sifət gələ bilər? So'dan sonra. It was so cold. Sonra baxırıq ikinci tərəfə. Cold weather, soyuq hava. Soyuq hava necə birləşmədir?
İsmi birləşmədir. Ona görə qarşısında nə olmalıdır? Saç olmalıdır. Birinci tərəfdə olacaq so cold, belə soyuq. İkinci tərəfdə də olacaq such cold weather, belə soyuq hava. Düzgün cavabımız olacaq so və saç. B variantı. Ümid edirəm ki, uşaqlar qayda hər birinizə aydın oldu. Əgər yenə aydın olmayan, qaranlıq qalan yer varsa, yazıb soruşa bilərsiniz. Uğurlar hər birinizə. Məsələn 49-a baxaq. 49-da samdan sonra gəlib kilos. Düzdür. Biz dedik ki, sam nə ilə işlənir? Həm sayıla bilən cəmlə, həm də sayıla bilməyən isimlə. Sayıla bilməyən isimlə də işlənir, cəmlə də işlənir. Kilosda cəmlədə problem yoxdur. Saçdan sonra dedik ki, gələ bilən yeganə kəmiyyət bildirən söz nədir? A lot of. Such a lot of problems. Problem də sayıla bilir. Heç bir problem yoxdur. 2 də düzdür. 3 niyə səhvdir dedik uşaqlar? FU-dan sonra mütləq nə gəlməlidir? Sayıla bilən cəm isim. Burada da pis təkdə işləndiyinə görə səhvdir. 4-də də cup of coffee. Biz bayaq dedik ki, tək isim işləndikdə mütləq qarşısında nə olmalıdır? E artikli olmalıdır. Ona görə 4 səhvdir. Düzgün cavabımız olacaq 1 və 2. Birinə də baxaq. Baxaq soyunan saça. It was cold nədir? Soyuq. Soyuq özündən əvvəl ancaq nə qəbul edir? Biz dedik ki, nədən sonra birbaşa sifət gələ bilər? Sodan sonra. It was so cold. Sonra baxırıq ikinci tərəfə. Cold weather, soyuq hava. Soyuq hava necə birləşmədir? İsmi birləşmədir. Ona görə qarşısında nə olmalıdır? Saç olmalıdır. Birinci tərəfdə olacaq so cold, belə soyuq. İkinci tərəfdə də olacaq such cold weather, belə soyuq hava. Düzgün cavabımız olacaq so və saç. B variantı. Ümid edirəm ki, uşaqlar qayda hər birinizə aydın oldu. Əgər yenə aydın olmayan, qaranlıq qalan yer varsa, yazıb soruşa bilərsiniz. Uğurlar hər birinizə.